İblis 4-cü pərdənin izahına baxırıq. Deməli, ormanda bir çığır, ətrafda 2-3 kötük, qürba yarım saat var. Pək uzaqda həzin bir ahənglə bir qədər ney, yaxud çoban düdüyü çalınır. Sonra ağacların arasından silah və qurşunlar quşanmış köylü türk qiyafətində 2 haydut çıxar. Birinci haydut: Talih bizə hər nədənsə küskün, bir av ələ keçmiyor bütün gün. Yəni bir nəfər tapa bilmirik. Qismət nə isə gəlir, əmin ol. Ətmək, yeyəcək, qəm etmə, pək bol. Bilməm, bu da bir həyatmı yahu? Bir gün bizə varmı rahat uyku? Baxın, burada ətmək sözü, əkmək, çörək deməkdir. Birinci haydut. Bilməm, bu da bir həyatmı yahu? Bir gün bizə varmı rahat uyku? İkinci haydut. İstehsalı qəhqəhə ilə haydut və qaçaq olunca insan xoş görməli böyle halı hər an. Uzaqdan ıslıq səsi eşidilir. Birinci haydut ıslıq çalıyor. Bak arkadaşlar. İkinci haydut yola bakar. Gel durma, çəkil, çəkil, gələn var. Həmən ağaclığa çəkilirlər. Arif və Rəna gəlir. Rəna, daha dur, yoruldun artıq. Açsın, bilirim, otur da azcıq. Rahat edelim, düşünmə, gəl. Bir kötük üzərinə oturur. Əlindəki ətməklə dolu məndili açar. Rəna, pək qorxuyorum ki, arta əngəl. Arif, bilməm ki, niçin təlaş edərsin? Rəna, Arif, gedəlim, düşün, nə dərsin? Kənarda ıslıq çalınır, bir qurşun atılır. Rəna diksinir təlaş ilə. Qurşun səsi, şübhəsiz çobanlar. Yox, onlar inan ki, yol vuranlar. Labalı qəhqəhə cibindən bir revolver çıxarır. Heç qorxma, yanımda həm silah var, həm altın. Evet, nasıl da parlar. Yəni Arif aiddir ki, Arif yanınızda da silahı götürmüşdü. Bir də yanında deyir altın var. Altın və silahını göstərir. Revolver ikisi də işlənir, tapanca deməkdir. İkisini də Rənaya göstərir. Bir avuc altın çıxarır, əlində oynadıb cibinə qoyar. Haydutlar arka tərəfdə ağaclar arasında görünür. Heyrətlə onları dinlərlər. Nereden sana anlamam şu sərvət? Rəna təəccüb edir ki, bu sərvət sənə hardandır deyir, mən bilmirəm. Arif də deyir ki, bir arkadaşımdan oldu qismət. Yoldaşdı benimle bir Yahudi, pəncəmdə həlak olub boğuldu. Sərraf idi, həm də xeyli zəngin. Deməli, o altınlar Arifə kimdən gəlib? Yoldaşından, Yahudi yoldaşından. Yoldaşdı benimle bir Yahudi, pəncəmdə həlak olub boğuldu. Sərraf idi, həm də xeyli zəngin. Bunu əslində hansı Yahudi bir arkadaş göstərilməyib. Çox güman ki, xavəri nəzərdə tutur bunu deməklə. Yoldaşdı benimle bir Yahudi, pəncəmdə həlak... Axı, xavəri boğur öldürür pəncəsində. Amma açıqlamır burada Rənaya. Kənardan iblisin mənalı və istehsalı qəhqəhələri eşidilir. Sus, bir ləkədir bu söz sənin üçün. 5 altına qarşı bunca vəhşət. Vəhşət deyil, işte bir cəsarət. Lakin o da səndən, səndən, yəni sənə görə olub da. Rənaya sarılmaq istər, Rəna geri çəkilir, sərt bir baxışla, dur böyle, nəvaziş istəməm mən. Haydutlar ortaya deməli fırlar. Bir tilkiyə bax bə, hiç sənin üçün layiq midir böyle bir göyərçə? Al işte fəlakət. Etmə qəsvət. Silahını çıxarır, Rəna qolundan tutub buraxmaz. Birinci haydut tüfəklə nişan alır, altınları ver. İstehsalı qəhqəhə ilə Arifə, aman nə cürət. Siz kimsiniz? İşte boş suallar. Biz çöllərə hökm edən krallar. Baş mərkəzimiz şu vəhşi orman. Bac verməli kim keçərsə buradan. İnsanlığı attınız mı? Birinci haydut kafi. Altınları ver, bırak da lafı. Arif 5-10 altın çıxarır, al. Qaldı biraz bizim üçün ancaq. Xəncərini Arifin köksünə dayar, ver həbsini. Ah deyə mane olmaq istər. Birinci qolundan tutub şiddətlə bir tərəfə itər. Bu sırada omuzunda əski siyah pelerini plaş, vüqarlı müsəlləh, zabit qılıqlı, qalın bıyıqlı, gür qara saqqallı, zində və mühib simalı Elxan ağaclar arasından çıxar. Elxan haydutlara ədəbsiz alçaq. Hər ikisi geri çəkilib dona qalar. Elxan qızğın, sizdən daha mərhəmətli qaplan. Yahu utanın da bir şu qızdan. Elxan deyir bunu. Əff edin, onlar işte pək canavar.
Arifə Rənaya baxaraq deyir Elxan. Ətrafda ıslıq səsi eşidilir, 2 qurşun atılır. Elxan Aydutlara durmayın, haydi bir bakın orada nə var. Bəkçilər zərrə qəflət eyləməsin. Ələ bir af keçərsə siz gətirin. Bana bax, kim dökərsə haqsız qan, ən ağır cəza verir Elxan. Deməli tapşırır ki, heç kim haqsız qan tökməsin. Ah əfəndim, nə mərhəmətlisiniz. Sizə qəlbən təşəkkür etməliyiz. Biraz da getsəydi Rəna Elxana vurulacaq idi. Hə, Arif, parlıyor çöhrənizdə fəzl-i zəka. Sizə haydut denirmi? Yox, əsla. Səmimi qəhqəhə ilə, doğru, pek doğru. Heç yanılmadınız. Deyilim haydut. İşte ben yalnız etdim isyan bir əskəri qaçağım. Yurdum orman, mağaralar yatağım. Deyir, mən bir qaçaq əskərəm, mənim yurdum orman, mağaralar da yatağımdır. Bir səbəb var ya, var, evet, miskin deyir, bu qaçaq olmağın səbəbi var. Elxan deyir ki, var, evet. Bir ərəb zabiti, işte bir xain. Ben açarkən onun xəyanətini, baxdım astırmaq istiyor o bəni. Bırakıp ordugahı, ah nə deyim, böyle hadütça gün keçirmədəyim. Yəni ərəb zabiti bunun xəyanətini açdığına görə bunu astırmaq istəyibdi. Bu sırada gedən haydutlar 2-3 çingənə ilə İbn Yəmini silahsız olaraq gətirirlər. Deməli elə İbn Yəmindən danışırdı. Deyir 2-3 çingənə ilə İbn Yəmini silahsız gətirirlər. Çingənə sözü əslində balaca əskər anlamındadır çingənə. Elxan onu görüncə tanır. Gəl, yaxın gəl, adın nədir söylə. Rəna, ah əfəndim. Elxan Rənaya, dur etməyin əcələ. İbn Yəminə, söylə kimsin, adın nə? İbn Yəmin. Ariflə Rənaya yarım qəhqəhə ilə Elxan deyir. Bəni astırmaq istəyən şuləyin, işte bir avcı izlər avcısı. Məni deyir, astırmaq istəyən, bax budur. Bu yalancıdır, ləyin, yalan deyən. İşte bir avcı, öz ovçusunu izləyir. İbn Yəminə, oldum məmnun könül, görüncə səni. Könlüm səni görüncə məmnun oldu. Çünki onu axtarmışsa qisas üçün. İbn Yəmin diz çökər, aman əff et, qüsurluyum Elxan. Heç təlaş etmə, sayğısız qaplan. Çünki yox üzrə ehtiyac artıq. Çingənələrə siz niçin gəldiniz? Birinci haydut, yəni çingənə dediyim bu balaca haydutlar. Bəyim azacıq rəqs edərlər də könlünüz açılır. Hə, deməli bu çingənə əslində rəqqasə anlamındadır. 2 mənası var. Kiçik adam rəqqasə. Hə, orada İlxan soruşur ki, nə üçün gəldiniz? Haydut da deyir ki, rəqs edərlər könlünüz açılar. Bu nə haydı, onlar nə hayda? Mən deyil, musiqiçilərdir çingənəm. Türklərdə var, çingənəm, bu onu oxşadılar. Ben deyil, rəqs üçün o pək bayılır, İbn Yəmini göstərir. İstehsalı qəhqəhə ilə İbn Yəminin qolundan tutub göstərir. Düşünür işte, bak nasıl qəmgin. Oynayın, nəşələnsin, əylənsin. Bir qız aşağıdakı sözləri okur, oynar. Ben bir qızım, hep ruhumu yaldızlar, gündüz çiçəklər, gecələr yıldızlar. Qarlı dağlar benim, yeşil bağlar benim. Bensiz quşlar uçmaz, bensiz güllər açmaz. Dün bir çoban sevdim pınar başında. Bir əksiyi yox gözündə qaşında. Fələk ayrı saldı, ben köstüm o qaldı. Şimdi bensiz yaşar, ırmak gibi coşar. Of bir qayğı bilməz, çingənəyim ben. Güldən gülə uçan pərvanəyim ben. Unut yavrum, unut. Bak işte her bulut. Söyler unut onu, çünkü hiçdir sonu. Rəqs bitmək üzrəykən şiddətlə göy gururlar, iblis ağaclar arasından çıxar. Deməli, birinci mahnı oxunmuşdu. Məsələn, biz gördük İbn Yəminin evində. İndi də 4-cü məclisdə də oxunur mahnı. İblis bir lövhə ki, işte pək bəyəndim. Yəni, bu elə bir dil lövhədir ki, bəyəndim bunu. Yahu, səni kim buraxdı? Kəndim. Arif Elxana bir mürşid o kəramət sahibi. İblisi bir axsaqqal, bir nuruzlu biri kimi görürlər. İblisin əlini öpər. Deməli, Arif gəlir İblisin əlini öpər. Çünki onu kəramət sahibi, üzü nurlu biri kimi görür. Rəna gəlir, Rəna da öpər ki, yormuş sizi şübhəsiz bu yollar. İblis yarım qəhqəhə ilə, yox, zənn edərim ki, səhviniz var. Dağ, daş, uçurum, dəniz və orman, əngəl olamaz önümdə bir an. Bir şəhbər açıb da cəhani, ben tey ederim bütün cihani.
Kimsin əcəba? Səndə ki var böylə məharət. Bəni hiçlə doğan bir ulu qüvvət, ulu qüdrət. Bir qüdrət-i külliyyə ki aləm bənə bədxax. Dünyada əgər varsa rəqibim, o da Allah və qəhqəhə çəkir. Hər din ilə, məzhəblə, siyasətlə cihanda, hər fırtına qopmuşsa əvət, mən varım orada. Hər yerdə ki vardır əzəmət, qəhr ilə dəhşət, hakimdir o yerlərdə ki şu qarşındakı xilqət. Çöhrəndə əvət nuri dəha olmada məşhud, dərdim bən əsatirə inansam sana məbud. İblis sahabəli qəhqəhə ilə deyir, Elxan dedi ki, çöhrəndə deyir bir nur var deyir sənə. Deyirəm ki, çöhrəndə elə bir nur var ki, sanki deyir, mən də deyir, ona görə sənə deyir, ibadət eləyərəm bu mənada. Məbud deyil, aləmi sarsan ulu mövcud, mövcud deyil, bəlkə vücudi ədəmalud. Burada necə ki Elxan dediyi, mən də ibadət edərəm. Burada deyir ki, mən məbud, yəni ibadət edilən tanrı deyiləm. Aləmi sarsan bir varlığam deyir. Mən deyir, ibadət edilməli yox, aləmi sarsan bir varlığam. Mövcud deyil, bəlkə vücud ədəmalud, yəni deyir, mövcud da deyiləm, varlıq, yoxluq arasında bir şeyəm. Bunu demək istəyir. Olduqca müşəvvəşsə də əfkar-ı məqalın, bir abidi pək andırıyor zahiri halın. Yəni demək istəyir ki, nə qədər deyir, qarışıq olsa da sənin fikrin, danışığın, amma deyir, zahiri görünüşün bir abidi, ibadət olmalı birini xatırladır, yəni birini andırır. Röya ki, bir hər an olaraq zahiri qayıb, mən şərqdə abid olurum, qərbdə rahib. Bir qazi olub cah edərim fitnələr icad, bir mürşid olub cah edərim aləmi bərbad. Mən bəzən olurum bir papa, cənnət satarım bən, İsad edilib gəlsə də qorqar qəzəbimdən. Xilqətdəki hər məsələ, hər nöqtəyi mefhum, hər fəlsəfə bir məzhəb məslək bana məlum. Bəzən olurum bir çoban azədə bir insan, bəzən olurum zülmü fəsad aşıqı sultan. Bir pür-zəbun olduğum əsnadə dilərsün, təbdili qiyafətlə həmən gənc olurum bən. Səhnənin işığı azalır, göy gürlar, iblis omuzundakı əbayı, başındakı sərpuşu və uzun ağ saqqalını qoparıb atar, səhnə yarım aydınlaşır, ilk pərdədəki əzəmət və dəhşəti ilə qorxunc və sürəkli qəhqəhələrlə hər kəsi heyrətdə buraxmış olur. Deməli, iblis yenə də öz simasını göstərir, birinci pərdədəki kimi, artıq o nur sifətindən çıxar. Ətrafdakılar qorxu və heyrətlə geri çəkilir, ah işdə fəlakət, o nə surət, nə qiyafət. Elxan, yox, zənn edərəm bunca təlaş etməyə hacət. Eyvah, ona yaxlaşmayın əsla, odur iblis. İblis, əvət, cümlə fəlakətlərə bais. Baxın, Arifin, iblis deyir, bütün fəlakətlərə bais. Bu hissəni iblis özü də deyir, bu cümləni. Getdikcə acı və əsəbi hallar keçirir. İblis, şərqin əsəbi çöhrəsi bilməz ki, nə yapsın, bilməz ki, sağır göylərə yaxud bana tapsın. Sən həm əl öpər, həm də qaçarsın, bu nə halət? İlk öncə məhəbbət, fəqət ən sonda ədavət, iblis deyil, Arifə. Deyir, əlimi öpmüsən, indi nə olubdur? Məhəbbət göstərin, indi ədavət bəsləyirsən. Bu nasıl qəhqəhə, kimdir o? Baxın, o səfil işdə, o çılğın, şaşqın yola bakar. Baxın, xaricdən acı qəhqəhələri eşidilir. Bu, ixtiyar şeyhin qəhqəhələrdir. Elxan da deyir ki, baxın görün o kimdir? Bir səfil işdə o çılğın şaşqın. Bu halda ixtiyar, Xavərin babası başaçıq olaraq pərişan hal və məzlunə bir qiyafətdə ağacların arasından çıxar. İxtiyar həyəcanlı və çılğınca bir fəryad ilə, ah bilməm ki, bu aləm nərəsi, bana bir söylə, cəhənnəm nərəsi, şu sönüc qəlbimə atəş dilərim, ağlamaq istərkən həp gülərəm. Çılğınca bir qəhqəhədən sonra yenə bax qəhqəhə atır. Ah Xavər, sana kim qıydı gülüm, mən dururkən sənə layiqmi ölüm? Yəni özünü ölümə layiq bilir. Onlar eyvah, o səfil insanlar, qəlbi vicdanı sönük qaplanlar. Sözün kəsir Elxan, söylə at söylə bilinsin dərdin. O sönük qəlbi ısındırmaq üçün nə dilərsin yaparım, etmə kədər. İxtiyar, intiqam istərim, ancaq bu qədər. Elxan, söylə kimdən, əcəba kimdən? Tanrıdan, yırtıcı sərsəmlərdən, şu batan qanlı günəşdən, göydən, hiçliyin qəhqəhəsindən artıq özü dəliyə dönüb ixtiyar.
Göyə doğru ey sən ki fəxr etmədəsin ədlinlə, bu nə xilqət, bu nə hikmət söylə, sanki Tanrıya bir ədavət bəsləyir. İblis mənalı qəhqəhə ilə fəzlə, həp fəzlə bütün qəhr-i niyaz, üzülüb durma, o heç aldırmaz. Bir çocukdur ki, o pək bipərva, bir oyuncaqdır onun üçün dünya. Həm yapar, həm də qırar əylənərək. Qəhqəhə, deməli, deyir ki, Tanrıya deyir, o da deyir ki, onun üçün dünya bir oyuncaqdır, həm düzəldər, həm də əylənər. Bu da bir başqa məraq olsa gərək. Elxan bir xeyal işdə, mühal olsa da mən, Tanrı olsaydım əgər gerçəkdən, Elxan deyir, Tanrı olsaydım deyir, əgər gerçəkdən, bu ifadə deməli, nitqə mütləq diqqətlə qulaq asın. Tanrı olsaydım əgər gerçəkdən, ya bu insanları xəlq etməz idim, əgər etsəm yaşatırdım daim, şad-ı məsud, o da olsaydı mühal, yaparaq həp kül edərdim dərhal. Mühal mümkün deməkdir. Deyir, mümkün olsaydım, deyir bir xəyal işdə mümkün olsa da, mühal olsa da, daha doğrusu mühal mümkün ola bilməyən, mühal mümkün ola bilməyən, namümkün anlamında. Mümkün olmasa da, Tanrı olsaydım əgər deyir mən, bu insanları deyir, xəlq eləməzdim. Eləsəm də deyir, daim şad və məsud yaşadırdım. Bu da deyir, mümkün olmasaydı, yaparaq həp kül edərdim dərhal, yakaraq deyir, hamısını kül eləyərdim. Sanki sərsəm yaşayışdan nə çıxar? Bəncə bilməklə bütün insanlar həp gözəl olmalı, yaxud çirkin, həp fəqir olmalı, yaxud zəngin, həp həkim olmalı, yaxud nadan, həp mələk olmalı, yaxud şeytan. Elxan üçün düz fəlsəfə var da. İnsan olmalıdır, ya sevinməlidir. Sevinmirsə hamısı məhv olmalıdır. Ya deyir, hamısı fəqir olmalıdır, ya hamısı zəngin, ya hamısı gözəl, ya hamısı çirkin, ya hamısı həkim, ya da nadan, ya hamısı mələk, ya da hamısı şeytan. İblis səni pək aldatıyor hissiyyat. Öyle geçrenç olarak keçsə həyat, bu qar insan yaşamaktan yorulur. Yəni bir tərəfli keçsə. Yaşayış bəlkə də mənasız olur. İxtiyar istirablı halda bana imdad edin, eyvah imdad, əmr edin, şimdi bulunsun cəllad. Bulunub gəlsə o xain əcəba, nə yaparsın? Veririm dürlü cəza, didərim, parçalarım, məhv edərim. Ben sən olsam onu həp əff edərəm. İbn Yusif diri olsaydı evet, o da əff etməni istərdi fəqət. İbn Yusif diri olsaydı evet, o da əff etməni istərdi fəqət. Yaxud şimdi İsa dirilib gəlsə evet. Burada İbn Yusif deyəndə buna takıldım ki, sonra altta yazılıb ki, şimdi İsa dirilib gəlsə evet, yaxud. Yəni burada sırf Yusif peyğəmbər şərti olaraq işlədib də. İbn Yusif, Yusifin oğlu anlamında. Yusifin oğlu belə deyir gəlsə, o da deyir əff etməni istər. Yaxud deyir belə, İsa Yusifin oğlu deyir, sadəcə burada yəni şimdi yəni İsa kimi də deyir işlədə bilərsiniz, götürə bilərsiniz. Anladınız? Yəni bu anlamdadır. Ben sən olsam onu həp əff edərim. İbn Yusifin oğlu da deyir, gəlsə onu əff etməni istər. Yaxud deyirsən bunun əvəzinə İsa da dirilib gəlsə deyir, deyə bilərsən. İxtiyar şeyx, attım insanlığı oldum canavar, intiqam istərim, ancaq bu qədər. Xavərin xəyalı görünür çəkilib, intiqam. Deməli, ixtiyar intiqam istəyir, Xavərin xəyalı intiqam istəyir, Rənanın babası intiqam istəyir. İşte o dilbər mələyim, getmə dur, mən də bərabər gələyim. Qəhqəhə ilə onu izləyər. Elxan görün o kimdir? O da bir başqa yiğit, buna düşman kəsilən bir zabit. Vasif və İbn Yəminin çavuşu 2 nəfər başqa haydutla gəlir. Elxan Vasifə, gəl yaxın gəl, əcəba söylən için buna kim bəsləyərək izlərsin. Hiç merak etmə əzizim, burası işte haydut və qaçaqlar yuvası. Rəna söylə, həp söylə. Vasif Rənaya, şu zalim xunxar babanın qatili olmuş. Deməli babasının qatili olduğunu Rənaya kim deyir? Vasif deyir və hamı da orada eşidir. Rəna İbn Yəminə canavar, Vasif yanındakı əskərə işarətlə bana anlattı şu sadiq əskər. Deməli hansı ki çavuşgil ehtiyat edirdi o əskərdən, həmin o əskər anladı. Bu kağızlar dəxi ispat eylər. Cibindən 2 məktub çıxarır, deyir ki, bu kağızlar bunu ispat eyləyir. Deməli, isbatı da var idi öldürdüyünün. Ah aman, istəməz artıq həyəcan, yerdə qoymaz qanı adil yaradan. İblis, evet, əzsən də, əzilsən də, evet, yenə adildir o müthiş qüvvət.
Qoynundakı kiçik bir xəncəri çıxarır və İbn Yəmini yaralamaq istəyər. Baxırıq və qara əfi Rəna onu deyir. Elxan onun əlini yakalar. Ona əl vurma sakın. Daha xoşdur yara bağlarsa qadın. Onu öldürsə şu məsum əllər, can çəkişdikcə insan ruhu gülər. Azacıq bəklə, bulur şimdi cəza. Deməli Elxan deyir ki, bu məsum əllərlə onu öldürmədə. Deyir, can çəkişdikcə insan ruhu gülər. Azacıq bəklə deyir, indi bu cəzasını tapacaq. İbn Yəmin, ah bəyim, Elxan növbətçiyə, al bunu söylətmə daha. İbn Yəmin növbətçinin göstərdiyi yerdə çəkilib durur. Bu sırada ıslıq səsi eşidilir. Müxtəlif qiyafətli 4-5 qaçaq, önlərində bir papaz, bir xaxam, bir İranlı şeyx, İranlı qiyafətində ixtiyarca qara çarşaflı xəstə bir qadın, 10 yaşında qambur qaşları tökülmüş, gözləri məyub, səqət bir çocuğun əlindən tutmuş olduğu halda gəlirlər. Deməli, kimlər gəldi? Papaz gəldi, şeyx gəldi, deməli, xaxam gəldi, xəstə qadın gəldi, bir də 10 yaşında yenə xəstə uşaq. Bunlar gəlir. Elxan onları gətirən növbətçilərdən birinə şu hərflər əcəba kim söylə? Növbətçi, şu papaz ermənidir. Ermənistana daşırmış qurşun, həm də İncil deyə. İncil deyə qurşun daşıyırmış. Bilirsiniz də, indi yenə də deməli onlar kilsələrdə filan gizlədirdilər də hər şeyi. Belə şeylər bilirdilər axı. Məsələn, bizlər elə şeylərə ziyan vurmarıq da. İndi də bax, həmin erməni ki, erməni də. Elxan istehsalı qəhqəhələn onun omuzuna qoyaraq, ya eşq olsun, nerede aldın o hissiyatı, verdi İncil mi bu təlimatı? Sən deyir, bunu İncildən almısan. Papaz xat çəkərək, ah suçum varsa da əff eylə bəni. Elxan bəklə dur şimdi bulur haqq yerini. Növbətçi onu da İbn Yəminin yanına götürür. Şu hərif kim əcəba? Həm nəm əbuz. Bu Fransız tərəfindən casus. Ərəbistanı köpürdən şu adam bir Yahudi sanırım. Həm də xaxam. Xaxam kim idi? Fransız tərəfindən casusuydu. Ərəbistanı köpürdən şu adam bir Yahudi sanırım. Həm də xaxam. Elxan əli ilə onun sırtını oxşar, acı qəhqəhə ilə. Bu da Tevratə uyar bir dəccal. Tevratə uyan bir dəccal. Xaxam ayaqlarına qapanır. Ah əfəndim. Elxan yetişir, qalq abdal. O da qalqıb papasın yanına keçər. Deməli papasdır, xaxamdır. Bunların hamısı günahkarlardır. Günah eləyənlərdir. Bir də Tevrat da Yahudilərin dini kitabıdır. Sonra bildiği artık bu siyaset gidiyor. Ya bu emmaməli şeytan ne diyor? Şeyxə işarə edir. İngiliz dəllalıdır İranda, nəşri əfkar ediyormuş. Buradakı nəşri əfkar sözdə yəni fikirlər yayırmış güya. Elxan, əcəba şu dəni məsələ ki bir söylə xocam, hangi Quran sana etmiş ilham? Şeyx yalvarır, bəni aldatdı bəyim nəfsi həris, çaldı vicdanımı xain iblis. İblis qızğın qəhqəhəni iftira, həm də nə aptalca yalan. Şeyx, ah aman, sus yetər, ağ başlı yılan, Elxan deyir. Növbətçi doldurur heybəsi altın sərvət. Deməli, iblis qəhqəhəndən onların tanrısı altındır, əvət. Xəstə qadın, bəyim Allahı sevərsən, lütfən bizə yol ver, gedəlim erkəndən. Kərbəlaya gediyorlar bunlar, şu qadın xəstə, səqət oğlu da var. Deməli, adamlar həkimə yox, deməli, Kərbəlaya gedirlər imdad üçün. Səqət də yəni qüsurlu deməkdir. Nə bilim, bir yaşamağa artıq ümid olmayan bu mənada. Burnu sarıqlı çocuğu göstərir. Çürüyüb burnu tökülmüş yaradan. Bu da həp öylə inildər hər an. Bunca zəhmət nə üçünmüş əcəba? Gediyorlar alalar bəlkə şəfa. Yoxmu İranda həkim? Var pək çox. Dərdimiz mühlic imiş, çarəsi yox. Var gözəl çarəsi var, dur orada, bulunur dərdinizə şimdi dəva. Yəni öldürücü bir xəstəlikdir onlarınki və yayılan. Dərdə bax, millətə bax, niyyətə bax, ölülərdən ölülər feyz alacaq. Yəni deyir, gedirlər ki, ölülərdən imdad diliyələr, Kərbəlaya gedirlər ki, yalvaralar bu anlamda. Haydi atəş,
Tüfəklərin tətiyi çəkilir, papaz xat çəkər, şeyx ilə xaxam şaşqın bir halda gözlərini göyə dikər. Şeyx, aman Allah, xəstə qadın bir dur, xayr, ən kəskin ilac işdə budur, yaşamaqdan daha xoşdur ölüm. Hazır ol 1, 2, 3 və hamısını ateş açarlar. Xilqət ateşlə yaşarkən heyhat, bunlar ateşlə qılar tərk həyat. Ateşləndir həyatlarını tərk eləyərlər. İblis deyir bunu. Bana bak, izləməsəydin də dəmin, ələ keçməzdi inan İbn Yəmin. Xeyli məmnun əzizim səndən, Vasifə deyir. Söylə yavrum, nə dilərsin məndən? İblis də deyir ki, o gözəl afətə məftun şu çocuq. İşte sən, işte o, işte maneə yox. Elxan Rənanı göstərir. Rənaya yaxlaşır. Nərdəsin söylə, nə oldu Rəna? Qurtaran kimsəni bir söylə bana. Arifi göstərir, işte qarşında. Arifin əlini sıxar, təşəkkür edərəm. Soyuq bir tevrlə əlini çəkər, müstəhsi təbəssümlə, o bənim kəndi vəzifəm. Nə derim, yaptığım bəncə böyük bir xidmət. Bu təşəkkürlərə heç yox hacət. O bənim Kəbi vicdanımdır, o bənim sevgili cananımdır. Bəndən ancaq qoy o olsun məmnun. Ariflə artıq Vasif dalaşır. İblis yəni söz atışmasına gedib. Leyli birkən ikiləşmiş Məcnun, Rəna Vasifə xüsusi, çünki sərsəmdir o, aldırma bırak. Vasif Arifə, istəməz bunca çocuqluq, bana bak, ya sənin olmalı Rəna, ya bənim. Arif ətrafa, baxın, İblis deyir ki, Leyli birkən Məcnun ikiləşib, Rəna da Vasifə deyir ki, o sərsəmdir, onu aldırma Arif. Vasif də deyir ki, ya sənin olmalı Rəna, ya mənim. Arif ətrafa, şübhə yox, ah o gözəl dür yetim, bəndən ayrılsa həyatım bitəcək. Vasifə, onsuz ən tatlı təsəlli ölmək. Elxan, hiç təlaş etmə əzizim, bir dur, bakalım sevgili Rəna nə deyir. Rəna deyir ki, Arifə, sən mənim əski pərəstişkarım. Vasifə də deyir ki, bu isə ən yeni bir dildarım. Haqqı əfsus edəməm bən inkar, çünki Tanrımla bənim əhdim var. Bulsa hər kim babamın qatilini, bil ki, məmnun edər ancaq o bəni. İblis Vasifə işarətlə, evet, əlbəttə onundur Rəna. Arif İblisə qızğın, yetişir vəsvəsə, vəz etmə ona. Yəni vəsvəsi salma da, sən kənarda dur. Nə demək, sən bu çürük lafı bırak, yox bu mümkün deyil əsla, bana bak. Bir düşün, əldə dururkən şu silah, böyle təhqirə dayanma. İblis, ha söz qəvinindir, evet. Yəni Rənanın dediyin sanki təsdiqləyir. Qəvin də bir güclünün anlamındadır. Rəna deyir ki, Arif deyir ki, sus, ətrafa təhəssür ilə, ah bir Vasifi görsəm əfsus. Bir dəqiqə gözləyin. Baxaq görək burada. Hə, ah bir deyir, sus. Baxaq. Baxın, hər ikisi Arif də, Vasif də son anda hər ikisi bir-birini düşünür. Ah bir Vasifi görsəm əfsus ölüm anında. O da deyir ki, deməli Arif son anda Vasifi xatırlayır. Amma bilmir, qarşısındakı Vasif də onun qardaşıdır. Qardaşım sevgili Vasif, bana gəl, səni görsəm bəni qorxutmaz əcəl. Bunu xəyal eləyir. Vasif də silahını çıxarır. Pək gözəl qismətimiz hər nə isə yetişir Tanrıdan ancaq o bizə. Qismət ondadır, evet. Vasif yenə deyir ki, qardaşım Arifə qaldım həsrət, bilmirək qarşısındakı qardaşı da. Nərdəsin, gəl bana Arif indi, kim bilir bəlkə əcəl vermə zaman. Nə tuhaf bir ananın evladı, bilmədən bir-birinin cəlladı. Silahını qaldırır qızğın, haydi Rəna, eyvah. Rəna deyir ki, eyvah. Vasif deyir çəkil, Arif deyir durma çəkil, İblis deyir hazır ol 1, 2, 3 və silahlar açılır. Hər ikisi silahı, baxın bu sanki Arifdir, bu da Vasifdir. Hər ikisi silahı atır, hər ikisinin silahı açılır və Arifin atdığı silah Vasifə dəyir. Amma Vasifin atdığı silah Arifə dəymir. Deməli, baxın, Rəna deyir ki, Vasif eyvah, Arif deyir, nasıl Vasif? İblis deyir, öyle ya. Deməli, adının Vasif olduğunu Rəna'dan öyrənir. Kimliyin isə İblisdən öyrənir Arif. Öyle ya Vasif, o Vasif ki, səni eşki yıllarca əsir etmişdi. Sana qurban oluyor, bak şimdi. Şaşırır, Vasifə yaxlaşır, dəlicəsinə tədqiq edər, son dərəcə həyəcanlı. Qardaşım, ah o evet. Vasif
Oyan, ah bakın burada ne dedi? Dedi ki sana kurban oluyor şimdi. Ve Arif gelir, kardeşim ah o evet kucaklayar. Vasif oyan, ah visalın ne yaman oldu, qovuşmağın deyir ne yaman oldu, ayrıldın da yani. Şu vidayin daha müthiş Vasif, dur beraber gedelim. Yani senin vida eləməyin daha dəhşətlidir. Dur beraber gedelim. Elindeki silahla intihar eləmək istər. Rəna mane olur. Hansı ki Səlma ana mane olmuşdu Murada, İsmətə. Burada da Rəna mane olur. Rəna deməli mane olur. Of Arif, bir ixtiyar silah Arifin əlindən düşər. Vasifə baxıb qorxar, çəkilir. İblisi sərsəmcə baxışlarla süzüb durur. İblis isə məğrur qəhqəhələrlə bir zamanlar cəbərüt aləminə həp uçar, həp öyünürdüm də bu nə? Vurulup bir kıza pabus oldun, hırsız oldun, meye mənus oldun, hakkı vicdanı bıraktın getdi. Deməli bunu kimə deyir? Arifə deyil. Cəbərut da Əzəmət Cəlal. Cəlal aləminə həp uçar, həp öyünürdün deyir. Bir zamanlar Cəbərut nə idi? Cəlal, Əzəmət. Bir növ bu əvvəldə Arif deyirdi, məni yuxarı qaldır bu anlamda. İndi deyir ki, o əvvəlki vəziyyətindən hanı deyir, heç bir deməli vəziyyət qalmır da, pabus oldum. Pabus nə deməkdir? Bir növ ayaqlar altına düşdüm. Pabus əslində ayaq öpmə deməkdir. Ayaq öpmə. Yəni yaltaq anlamında. İndi də deyir yaltaq oldun. Yəni hırsız oldun, meyə mənus oldun. Hakkı vicdanı bıraktın, o səfilin qızını məhv etdin, dökülən qanları həp düşmən ikən oldun öz qardaşının qatili sən. Bu sözləri beni hep qəhr ediyor. O sırada həzin və rəqsəvər bir musiqi səs eşidilir və günəş batmağa başlar. Dinlə bak şu həzin səs nə diyor? Ağaclar arasında bir takım iskeletlər çıxar, kəfənbuş olduqları halda süzülərək, qıvrılaraq rəqs edərlər. Arif pek az sürən rəqsi seyri ilə qorxunc baxışlar, məcnunay şaşqın qəhqəhələrlə ölülər arasında dolaşıb durur, bir növ dəlivari. Kənardan kəndinə doğru gəlib, geri çəkilən Xavərin xəyalını görüncə acı fəryad ilə, Xavərin xəyalı deməli həm babasının, həm də Arifin gözünə görünür. Eyvah, ölülər rəqs ediyor, işte fəlakət. Vasif belə, Xavər belə rəqs etmədə Vasifin də xəyalını görür. Hətta şu büyüklərdə sönən qanlı günəş də həp rəqs edərək qeyb oluyor, seyr edin işte. Musiqi susar, rəqs bitər, ölülər səhnəyi tərk edər və iblis həp rəqs ediyor qanlı günəş, qanlı üfüqlər, həp rəqs ediyor halə qəmər, pəmbə şəfəqlər, rəqs etmədə həp şeir daha hüsnü lətafər, rəqs etmədə yıldızlı fəza, ruhi təbiət, hər fəlsəfə, hər dini təriqət, bütün adət, rəqs etmədə həp olsa xəyal, olsa həqiqət, həp rəqs ediyor hüznü sürur, eşq-i fəlalət, həp rəqs ediyor xeyr-lə-şər, elm-i cəlalət, rəqs etmədə hətta o görünməz ulu məbud, rəqs etmədə hətta o vücudu ədəməlud, yəni yoxluq. İblis sözlərinə davam etdiyi sırada Arif əsəbi xırçın hərəkətlərlə, donuq və məcnunanə baxışlarla nəzəri diqqəti cəlb edər. Rəna yetişir, artıq yetişir, söyləmə iblis. Ümum deyir ki, sənsin bu cinayətlərə bais. Rəna deyir ki, artıq yetişir də söyləmə iblis. Ümumi də hamısı deyir ki, iblisə sənsin bu cinayətlərə bais. Birinci haydut səndədir əvət cümlə xəyanət. Ümumi hamı deyir ki, lənət sənə, lənət sənə, lənət. Hamı iblisə lənət oxuyur. Ah, şimdi cəza bulmalı iblis. Ümumi deyir ki, qəhr olmalı, məhv olmalı iblis. Hər tərəfdən hücum etmək istəyərlər. İblis isə istehkalı. İblis o böyük ad. Nə qədər cali bir heyrət, yəni əzəmətlidir, heyrətli bir əzəmət doğurur. Hər ölkədə, hər dildə anılmaqda o şöhrət, hər gülləbədə, kasanədə, viranədə iblis, hər yerdə yəni, hər kəbədə, bütxanədə, meyxanədə iblis, hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət, hər kəs bəni aciz qul ikən bəslər ədavət. Lakin bəni təhqir edən ey əbləh miskin, olduqca müsəllət sana bil nəfsi ləyimin. Deyirsə nə deyir? Nəfsin müsəllətdir. Pəncəmdə dəmadən əzilib qıvrılacaqsan, daim ayaq altında sönüb məhv olacaqsan. Bənsiz də əmin ol, sizə rəhbərlik edən var. Qan püskürən, atəş savuran Çinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəylər, altın və qadın düşkünü divanə bəbəklər, bin hiylə quran tilki siyasilər, siyasətçilər, məzhəb çıxaran, yol ayıran xadim-i ədyan, onlarda bütün fitnə və şər, zülmü xəyanət, onlar duruyorkən bəni təhqirə nə hacət? Onlar, evet, onlar sizi çiğnətməyə kafi, kafi sizi qəhr etməyə, məhv etməyə kafi. Ben terk ederim sizləri indi. Namə lazım, nəmə lazım, yəni nəyimə lazımdır? Hiçdən gələrək hiçliyə olmaqdayım azim. İblis nədir? Sonda iblis deyir. Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? İblis. Deməli sonda dedi ki, mənə ehtiyac yoxdur da. Çinli krallar, şahlar, ulu xaqanlar, altın qadın düşkünü olanlar, tilki siyasətçilər, məzhəb çıxaran xadim-i ədyanlar, yəni din xadimləri, şər və zülm əhli olanlar, bunlar varkən deyir, mən deyir, olmağıma nə kafi, olmayım deyir mən. Mənsiz də deyir, sizə onsuz da rəhbərlik edənlər var. Mən deyir, nəyimə lazımdır? Mən deyir, heçliyə doğru gedirəm. İblis nədir? Cümlə xəyanətlərə bais. Hər kəsə xain olan insan nədir? İblis. Yəni elə insanın özü iblisdir. Hansı ki, hər kəsə xain olur. Və iblis çıxır gedir. Şiddətli sürəkli qəhqəhlər içində yerin dibinə çəkilir, yerin dibinə çəkilir. Arif əli ilə saçlarını yaqalar və məcnunanə bir tevr ilə baxıb durur. Ətrafdakılar da eyni şaşkınlıqla davam edər. Bu da İblis əsərinin sonu.